Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində kiberdələduzluq və bank kartlarında oğurluq hallarının qarşısının alınması məqsədi ilə əhali arasında maarifləndirmə işləri davam etdirilir. Rayonun mərkəzində, eləcə də ucqar kəndlərdə keçirilən görüşlər zamanı polis əməkdaşları tərəfindən ticarət iaşə obyektlərinin, bankomatların və ödəmə terminallarının ətrafında məlumat verici lövhələr asılıb, sakinlərə zəruri məlumatlar verilib. Bildirilir ki, hər bir şəxs kiber cinayətkarların qurbanı olmamaq üçün heç bir halda bank və digər şəxsi məlumatları qarşı tərəfə ötürməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirimləri açmamalıdır. Həmçinin vətəndaşlara, əsasən də yaşlı sakinlərə təqaüdlərini almaq istəyən zaman tanımadıqları şəxslərdən kömək istəməməyi, digər bir şəxsin kart hesabına pul göndərmək istəyən zaman isə yalnız bankların səlahiyyətli əməkdaşlarına müraciət etmələri tövsiyə olunub. Qeyd edək ki, əhali arasında kiber maarifləndirmə istiqamətində tədbirlər mütəmadi olaraq davam etdiriləcək.